Kəbənin ruhu getdi Kəbədən. İmam Hüseyn əleyhissalam yarımçıq qoydu, getdi. Gəlmədilər, demədilər. Sən həqiqi Kəbə sənsən də. Sən ruhusan Kəbənin, o cismidir. Dinin ruhu gedir Kərbəlaya tərəf. Onlar nə etdilər? Getdilər cisminin başına təvaf etdilər. Yox, biz bura təvaf edəcəyik. İmam da dedi, siz, o da ölü dinimiz. Bu din bir də nə vaxt dirilər? Dinin ruhu zuhur eləyəndə, gəlib Kəbənin yanında dayananda, onda dinin ruhu ilə cismi birləşəcək bir-birinə. Niyə İmam Zaman əleyhissalam zuhur eləyəndə birinci Kəbənin yanında zuhur eləyəcək? Çünki dinin ruhu oradan ayrılandan sonra bu din ölüb. İmam gələcək, dinin ruhunu qaytaracaq dinin cisminə, cismani Kəbəyə ruhunu qaytarandan sonra İmam Hüseyn əleyhissalamın yarımçıq qoyduğu işi oradan davam edəcək.